Sabit bəy, enerji və informasiyadan danışaq. Çox gözəl. Bu həqiqətən çox aktual mövzudur. Ümumiyyətcə dünyanın ən bahalı resursu hal-hazırda enerjidir. Deyirlər hətta puldan da önəmlidir. Çünki həqiqətən də biz dərindən düşünsək, yəni enerjisi olmayan insan pul qazana bilmir. Amma əgər sənin vəsaitin varsa, enerjin yoxdursa, sən sanki həyatı belə yaşamırsan. Enerji çox önəmlidir. Biz onu çalışmalıyıq. Var təbii enerji, yaradanın enerjisi. Biz elə insanları görürük. Adam yəni qaynayır, bir yerdə durmur. Amma çox vaxt o insanlar işıqlı insanlar. Çox vaxt o insanlar məqsədsiz olduqları üçün həyatda da bir nailiyyətlərə çata bilmirlər. Elə insanları tanıyırıq, ətrafda çoxdular. Baxırsan adam hər yerdədir, amma ortada heç nə yoxdur, necə deyirlər? Fokuslanamıyıb da bir yerə. Fokuslana bilməyib, bir yolu tuta bilməyib. Enerji həqiqətən insanın sağlamlığıdır, insanın ailəsinin çox gözəl formalaşmağıdır, onun cəmiyyətdə formalaşmağıdır, onun həyatda uğura çatmaq, bolluq enerjisi, yəni bütün bu şeylər elə-belə deyil. Yəni çox aktual mövzulardır. Biz bu günləri çalışmalıyıq enerjimizi toplayaq. Çünki enerji bizim gücümüzdür. O şarjsız telefon bir müddətdən sonra başlayır sönür, səs kesilir falan. Yəni o insanın şarjıdır. Yenidən, yəni biz təbii yolla onu necə əldə edə bilərik? Səhər yuxudan durma. Çünki Tanrı sənə enerji verir. Bu çox önəmlidir. Sonra misal üçün başqa insanların arxasıca danışmaqdır. Bütün bu paxıllıqdır. O bilirsiniz paxıllıq necə enerjini alır. Biz İnci haqqında video çəkmişdik. Deyir ki, onda deyir gedək, deməli biz belə bir fikir demişik orada ki, kim ki içi gəlib incidir, siz incik qalırsınızsa, sizdən ona enerji axır. Bir də yazıb ki, gedək onda hamını incidir, bu olan enerjisi bizə axsın. Mən də qayıt edilmiş ki, baxın ki, o sonda lənətə çevrilməsin. Yəni siz incidə gedəndə biz inciyən tərəfdən danışırıq ki, yəni burax da, bu baş verdi, onun içində qalma. Sən döngəyə sararsan, o ət çəkən maşının içində fırlayıb, özlüyü yiyirsən də o getdi. Sözsüz, balansı itirməməliyik heç bir halda. Başqa bir misal, çox vaxt insanlar keçmişdə yaşadıqları hansısa bir xoşa gəlməz hadisəni illərlə onu təkrar edərək yaşayırlar. Biz görürük elə adamları, misal üçün o ad günlərində biraz da içib eyni anekdotu danışır da. Adam yəni illərlə eyni anekdotu danışır. Dayı həyat yoldaşı eyni tipli zarafat eləyirlər. Həyat yoldaşı utanır, bu iş digən də başlayacaq. Ay nə bilim filan ildə mənim pulum olsaydı mən nə bilim mikrorayonda 3 dənə ev alardım. İndi nə bilim və yaxud bilirsiniz mən nə bilim filan illərdə mənə nazir mavini vəzifəsini təklif elədilər. Mən yox dedim. Sonra nə bilim yəni adam oturub öz artıq bəlkə də heç o şeylər olmayıb. Yəni onu danışır, təkrar edir. O ağrını, o bilirsiniz nə qədər bizim enerjimizi alır. İnanılmaz dərəcədə. Çünki sənin beynin yaşayır keçmişdə. Keçmiş artıq oldu, getdi. Sən yeniliyə bax, sən axışa bax. Bugün səni nə gözləyir öz üzərində işlə. Fiziki hərəkətlər enerjini çox yüksək qaldırır. Biz heç vaxt görə bilmərik ki, idmanla məşğul olan insan qanı qara olsun, ruhsuz olsun, belə həyata qarşı sanki sönük olsun. Yox. Təbii yolla o istəyir müxtəlif idmanlardan söhbət gedir. Əlbəttə ki, onların ən belə şaxı mənim anlayışımda yoqadır. Çünki orada hər bir şey var. Fəlsəfəsi var da. Bəli, mən misal üçün bu günləri çox tanınmış, yəni ölkədə, dünyada tanınmış idmançılara yoga təlimləri keçirəm. Yəni dəfələrlə dünya çempionlarıdır, olimpiya çempionlarıdır. Sadəcə olaraq mən onların adlarını deyə bilmirəm. Çünki onlar reklam olur. Yox, reklam yox. Onlar istəmirlər mən o haqda deyim. Çünki ali anlayış ümumiyyətcə Azərbaycanda odur ki, yoga biraz qadınlara məxsus bir
fəlsəfədir. Orada siz belə oturursunuz, oxuyursunuz, nə edirsiniz? Qətiyyən elə deyil. Mənim bir dəfə dərsimə düşən o misal üçün idmançı qardaşlar, onlar deyirlər bu nədir belə? Yəni məni qan tərsu aparır da. Yəni öyrəşməyiblər. Çünki bir var ki, sən zalda belə rahatsan, gəlirsən 3 podxod, 5 podxod qaldırırsan. Bir də var ki, sən bir ayağın üstündə 1 dəqiqə durursan misal üçün. Və yaxud elə hərəkətlər səni orada güclü fiziki güc tələb olunur. Orada o protein güc, belə qollar, belə çiyinlər keçmir. O bir görüntüdür dostlar. Hə, yəni onun başqa tərəfləri də var. Fiziki hərəkətlər ümumiyyətcə insanı şux edir, insanı pozitiv edir, xoşmeylli edir. İdman ümumiyyətcə həqiqətən çox gözəl bir fəlsəfədir. İnsanların sağlamı, zehni sağlamı, ruhu sağlamlığı, hər bir şey. Məhz ona görə də hər zaman, yəni Azərbaycanda idman dövlət rəhbərləri tərəfindən yüksək səviyyədə təqdim olunub, təbliğ olunub. Ona görə də bizim belə dünyada tanınmış çempionlarımız var. Bütün sahələrdə çempionluğumuz var. Bütün sahələrdə. Yəni idman həqiqətən o misal üçün mən deyərdim ki, cənab prezidentin ən sevdiyi bir sahələrdən biridir. Və ona ayrılan diqqət, ona ayrılan sevgi. Özü də idmanla məşğul olur da. Bəli, bəli, hər zaman. Bu bir nümunədir. Yəni uzağa getməmək şərti ilə biz elə baxmalıyıq ki, ən uğurlu insanlar, onlar neynirlər özləri? Yəni həyat tərzləri necədir? Vərdişləri nədir? Bəli, onu təkrarlamaqla sən o uğurun heç bir təlimə getməyə ehtiyac yoxdur. Bəli, o uğurun bir tərəfini sanki heç nə etmədən əldə etmiş olursan. Kopyala həyatına daşı. Enerji bu günləri budur. Çox önəmlidir. Səni həqiqətən bolluğa aparan, geniş düşündürən, sənin həyatına istədiyin şeyi. İndi mən ola bilsin daha dərin bu məsələnin mövzunun içində olduğum üçün daha başqa şeyləri başa düşürəm də, anlayıram. Həqiqətən mən bu günləri sahib Xudaverdiyim həyatıma istədiyim hər bir şeyi gətirə bilirəm. Meditasiyalar yolu ilə, zehnimin, şuurumun gücü ilə mən onun üzərində işləyirəm. Yəni bu bir sir deyil. Orada müəyyən açarlar var. Hansıları ki sən əldə edəndən sonra sən başa düşürsən ki, yəni sən istədiyin şeyi əldə edə bilərsən. Yəni, gözəl. Hər bir fantaziyalı sən reallaşdıra bilərsən. Tək o sənə lazım olsun. Bir mənalı burada xoş, pozitiv şeylərdən, duyğulardan söhbət gedir. O rusların bir sözü var, мысли материальны. Bəli. Bizim düşüncələr maddidir. Bəli. Həqiqətən də odur. Biz nəyi düşünürüksə, onu həyatımıza gətirə bilirik. Ona görə o sizin çox gözəl bir sözünüz var. Dünənləri mən Instagramda gördüm. Deyirsiniz ki, o belə qara günə pul yığan insan mütləq qara gün gəlir. Həqiqətən bunu çox gözəl vurğulayırsınız. Maşallah. O həqiqətən də elədir. Yəni biz nəyə fokuslanırıqsa, nə sifariş eləmirsən, o da verirlər də. Bir mənalı. Sən bu günləri sifarişlərin olmalıdır. Pozitivlik. Mən xoş həyat yaşamaq istəyirəm. Mən uğurlu olmaq istəyirəm. Mən də o falan avtomobili idarə etmək istəyirəm. Nəyə görə də yox? O kimin üçünsə olubsa, deməli mənim üçün də ola bilər. Əslində arzulamağın belə yolunu düzgün bilmirik. Yəni blok qoyuruq qarşısına, mümkünsüzlük bir baryer çəkirik. Yəni insanlar özü çəkilir, düşüncələrində çəkilir, bu mümkün deyil. Düzdür. Baxın, çox insanlar ümumiyyətcə qorxular içində yaşadıkları üçün bu qətiyyən mən yəni qınamıram. Bu normal bir haldır. Biz hamımız travmalıyıq. Yəni travmasız insan yoxdur da. Bizi travmalayırlar uşaq vaxtından, o balaca bağça vaxtından. O uşaqlar bir-birinə deyir ki, bax mənim bantikim böyükdür, sənin bantikin balacadır. Ego onda başlayır formalaşmağa, müqayisə. Orada travmalar var. Valideyn travmaları, ailə travmaları. Yəni səni qorxudurlar. Bizim cəmiyyət deyir ki, qız gülməz, oğlan ağlamaz. Bilirsiniz, bu sıxılmış duyğulardır. Duyğular bədəndən çıxmırsa, o orada qara forma, yəni formalaşır, o yəni su axar olmayanda da. Dünya görüş tələb olunurdu ona. Bəli, yəni xanım gülər də, nəyə görə də yox. Əksinə
xanım gülümsəməlidir, enerjilərini açmalıdır. Onu yəni görsünlər, bəyənsinlər. Burada yəni pis bir şey yoxdur. Həmçində kişi xeylağı, yəni nəyə görə də, yəni bu qəlb, ürək səndə də var. Sənin də gözündən yaş gələ bilər. Nəyə görə sənə onu Kişi ağlamaz. Kişi ağlamaz. Yox, yəni Ağlamağa da qoymurlar. ağlamağa da qoymurlar.